Devletin servetini, yeraltı, yerüstü servetini, varını, devletini, idarəçiliği, her şey vermişiz size. Sen Allah gedin yaşayın. Cemaattan işiniz olmasın. Ukraynada yaşayan, özünü dırnaqarası siyasi mühacir kimi təqdim edən və radikal fikirləri ilə tanınan Üzeyir Əhsənov yenidən sosial şəbəkələrdə aktivləşərək geniş müzakirələrə səbəb olub. Məlumatlara görə söz gedən şəxs zaman-zaman Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə kəskin və təhqiramiz çıxışlar edir. Ölkənin siyasi liderlərini, partiya sədrlərini, ziyalıları və mədəniyyət xadimlərinə də falan fikirlər işlədir. Sosial şəbəkələrdə paylaşdığı videolarda və yazılarda açıq təhdid xarakterli fikirlər səsləndirdiyi, "Buradayam, nə edə bilirsinizsə edin" kimi çağırışlarla gündəmə gəldiyi bildirilir. İddialara əsasən həmin şəxs daha əvvəl də Azərbaycanın cənub bölgəsində məzhəb səmnində dini qarşı durmaya çağırışlar edib, ictimai sabitliyi pozmağa yönələn fikirlər səsləndirib. Onun bu cür çıxışlarının cəmiyyətdə gərginlik yaratmağa hesablandığı vurğulanır. Eyni zamanda sözü gedən şəxsin İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi şəxslərlə Tohid İbrahimbeyli, Vüsal Astaralı ilə münasibətlərini gizlətmədiyi, bu münasibətləri açıq şəkildə etiraf etdiyi də sosial şəbəkə paylaşımlarında yer alır. Sosial mediada səsləndirilən fikirlərə görə radikal çağırışlar və açıq təhdidlər hüquqi qiymət almalı, ictimai təhlükəsizlik və dövlətçilik prinsipləri qorunmalıdır. Onu da qeyd edək ki, Üzeyir Əhsənov sosial şəbəkələrdə artıq dəfələrlə bu tipli çağırışlar edib.